başlayır. İdman gimnastikadan 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 başlayır. Bəli, idman gimnastikadan başlayır. Milli Gimnastika Arenasında biz aerobika gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları yarışlarını izləyirik. Artıq 4 final geridə qalıb və 4 növdə iştirakçılar, komandalar öz medallarını qazanıblar. Kanatlar ve canavar 12-14 yaş kategorisinde gruplar arasında finalçılara karşılamayı. Ladies and gentlemen, please welcome group finalists age 12-14. Və indi qrup komandalarının eyni zamanda aerodans üzrə biz qalib və mükafatçıların müəlləşdiyi bir final izləyəcəyik. Burada da Azərbaycan gimnastları medallar uğrunda mübarizəni davam etdirir. Finalda Məryəm Toxçubaşova, Fidan İbrahimova, Evelina Kozlovskaya, Leyla Əhmədova və Aylin Əliyevadan ibarət qrupumuz edəcək. Here are the group finalists. Moldova, Və komandalar təqdim olunur. Moldova, Portuqaliya, Hungary, Macaristan, Ukraine, Ukrayna, Azerbaycan. Azərbaycan bayaq qeyd etdiyim gimnastlardan ibarət qrup. Təbii ki, Rusiya, Lithuania, Litva və Bolqarıstan. Bulgaria. Thank you, finalists, and good luck. Bir qədər sonra aerodans yarışında finala yüksəlmiş iştirakçılar da səhnəyə dəvət alacaq. Ladies and gentlemen, please welcome Iowa dance finalists age 15 and 17. Burada da biz çox maraqlı mübarizə izləyəcəyik. Gərgin bir rəqabət gözlənilir. Rusiya, Macaristan komandalar arasında Ukrayna, həmçinin Azərbaycan komandası da mübarizə aparacaq. Sara Əlixanlı, Aliyə İsmailova və Sənəm Kazımovadan ibarət komanda. Portugal, Hungary, Austria, Romania, Russian Federation,
Не ти трябва публика, когато се обличаш само за себе си. Последвай своя стил с Epic във Fashion. Thank you, finalists. Good luck. May the best win. Aerodance'da biz 6 komanda mübarizəsini izləyəcəyik finalda. Let's welcome the first group from Moldova. Beləliklə 5 nəfərdən ibarət komandaların mübarizəsində final yarışları başlayır. İlk olaraq Moldova komandası çıxış edir. Something I should know. Easy come, easy go. Not in your head. Don't hear a word I
you, Catalina Burta, Cesara Dior, Evelina Gimb, Anastasia Gorinova and Diana Moldova komandası çıxışını başa vurdu. Catalina Borta, Cesara Dihor, Evelina Gimb, Anastasia Garyonova və Yana Pamagaybok. Qeyd etmək istəyirəm ki, onlar 12-14 yaş Dear qrupunda çıxış friends, edirlər. today is the birthday of Alla Liukova, head of delegation for the team of Moldova. We wish her a very happy birthday. Əziz dostlar, bugün Moldova nümayəndələri rəhbəri Növbədə Portuqaliya Ana Liukova'nın komandasıdır. Öz doğum günüdür. Təbrik edirik. Gəlin dəvətlərini alqışlayaq. gözləyirlər. Happy birthday. Və Moldova gimnastlarından biri məşqçiləri səhv etmirəmsə doğum günü olduğuna görə öz təbriklərini Let's welcome aldı. the dance team from Portugal. Bu da Portuqaliya komandası. Manuel Resendes, Matilde Simbron, Julia Alves, Letícia Oliveira və Filipa Macedo. Thank you Portugal. Ana Sisena, Carolina Bayrina. Sanki hakimlərdən yüksək qiymət istəyirmiş kimi daim elə hakimlərə tərəf baxaraq öz çıxışlarını Portugal. yekunlaşdırdılar Portuqaliya təmsilçiləri. Biz indi Moldova komandasının nəticəsini biləcəyik. Artıq bilirik, ekrana da gəldi. 16,500 bal. The group from Hələ Portugal. ki birinci yerdələr, amma nə dərəcədə yüksək qiymətli bunu yəqin ki siz daha yaxşı bilərsiniz. Onların artistizmi və çətinliyi az qiymət aldı. Onların bu nəticəsi Yəni biraz- ilk üçlüyə düşmə imkanları çox azdır. bəli. Nəticələri daha yüksək ola bilərdi. Növbəti komanda Portuqaliya millisi öz çıxışına başlayır.
Menezes, Matilda Simbron, Julia Alves, Leticia Oliveira. Portuqaliya komandası öz çıxışını sona çatdırdı. Onlar 12-14 yaş qrupunda çıxış edirdilər. Nə demək olar bu çıxış barədə? Birinci çıxış etmiş Moldova komandasından daha yüksək nəticə alacaqlarını düşünürəm. Portuqaliya komandasının kalı 16,250'dir. Onlar birinci yerdədirlər. Hələ ki birinci yerdədirlər. Nəticə dəyişə bilər. Növbədə isə Macaristan komandasıdır. Qeyd eləmək istəyirəm ki, aerobika rəqsində çətinlik üzrə hakimlər yoxdur. Sözsüz ki, komanda şəklində çıxış etmək o qədər asan məsələ deyil. Burada sinxronluğu pozmamaq əsas şərtlərdən biridir və düşünürəm ki, Macaristan millisi bunu bacardı. Hakimlərin nəticəsini də biz gözləyirik, bir qədər sonra biləcəyik. Hələlik isə Portuqaliya komandasının nəticəsi müəyyənləşir. Görünür, bir qədər çətinlik yaranıb. Onların nəticəsi müəyyənləşərkən hər halda Macaristan komandasının bir çıxışını izləyəcəyik. Bu dəfə aerodansda. Daha doğrusu beşliklərin mübarizəsində 5 nəfərdən ibarət komanda. Görək onlar hansı nəticəni göstərəcək. Beşiklərin mübarizəsində Melissa Menihart, Eva Victoria Banya, Jasmine Kiss, Ester Görgenyev və Eniko Rasonun çıxışını izlədik. Daha əvvəl də Macaristan komandasının çıxışı olmuşdu. Bu dəfə aerodans yarışlarında və nəticə də müəyyənləşib. Bax, bu komandanın çıxışı hakimlər tərəfindən çox yüksək qiymətləndirildi.
gözlənildiyi kimi 17,200 bal və hələlik ən yaxşı nəticə onlardadır. Növbədə isə Avstriya komandasıdır. Okay, girls, let's show 'em how it's done. It ain't over till we say that we've only just begun. Let me hear you say, Lea Robel, Victoria Brandel, Florentin Ehrenhofer, Maria Avstriya komandasının çıxışını izlədik. Lea Robel, Victoria Brandel, Fiorentina Ehrenhofer, Maria Pionier, Lena Wolf və Karina Jean. Bundan əvvəl çıxış etmiş Portuqaliya komandasının xalı 17,850-dir. Onlar ikinci yerdə qərarlaşırlar. Bəli, ikinci nəticəni göstərirlər. Çox maraqlı ki, hakimlər bir qədər gec qərar verdilər. Yəni, Portuqaliya komandasının qiymətləndirilməsi zamanı. Amma indi biz Ukrayna millisinin çıxışını izləyirik. Ukrayna komandasının çıxışı Safiya Sergenka, Katerina Denisenka, Nikol Sheyko, Karina Fomenka və Maria Shevchenko'dan ibarət komanda və Macaristan millisi artıq ilk sıraya yüksəlir. 18,550 balla bu aerodans yarışlarındakı nəticədir. Avstriya komandasının nəticəsi 16,300-dür. Onlar ikinci yerdə qərarlaşırlar. Qeyd etdiyimiz kimi onlarda çətinlik üzrə hakim yoxdur. Let's welcome the next Aero Dance team from Romania.
İndi isə Rumıniya komandası xalçaya dəvət olunub. Onlar aerobika rəqslərini. Çox maraqlı geyimdədirlər. Gəlin çıxışlarını izləyə görə nə dərəcədə maraqlı olacaq. Düşünürəm ki, tribunada azarkeşlər olsaydı çox böyük alqış qazanacaqdı bu komanda çıxışına görə. Həqiqətən də, amma sözsüz ki, pandemiya şəraitində azarkeşsiz keçirilən bir yarış. Amma düşünürəm, ekran qarşısında ən az əyləşənlər böyük zövq aldılar bu çıxışdan. O ki, qaldı Ukrayna komandasına. Onlar bir qədər əvvəl 18,550 Azərbaycan komandası və Azərbaycan komandası indi onlardan da yaxşı nəticə göstərməyə çalışacaq. Beşliklərin mübarizəsində Məryəm Topçubaşova, Fidan İbrahimova, Evelina Kozlovska, Leyla Əhmədova və Aylin Əliyeva. Uğurlar arzulayaq komandamıza. Azərbaycan komandasının çıxışı yekunlaşdı. Evelina Kozlovska, Nə gözləyim olar bu çıxışdan sonra? Nəticə sizcə necə olacaq? Nəticənin yüksək olacağını düşünürəm və belə ümid edirəm. Onlar çox dəqiqliklə öz hərəkətlərini yerinə yetirməyə çalışdılar. İnşallah biz bu yarışda daha bir medal qazanmaq imkanımız olacaq. İnşallah. O ki, qaldı Rumıniya millisinə, bayaq da qeyd etdiyimiz kimi həqiqətən çox maraqlı, gözəl bir çıxış. Elə hakimlər tərəfindən də yüksək qiymətləndirilir və onlar artıq birinci, ən yaxşı nəticəni hələ ki göstəriblər. Görək Rusiya komandası necə çıxış edəcək və bundan sonra nəticələr necə dəyişəcək?
bitches. What I need to make true, Mister. Tell me whatever you need. Or if you don't wanna shut out what you need, but I promise you ain't never had a friend like me. Tell the Виктория Корякина, Екатерина Килиакова, Мария Пермякова, Анна Русакова, Валерия Тикунова. Rusiya komandasının çıxışı da yekunlaşdı. Yekaterina Shabalina, Maria Panyushina, Anfisa Kudryavtseva, Vitalina Aleksandrova və Anastasia Razumova. Və Azərbaycan komandasının nəticəsi 17,875 bal. Bu hələ ki 3-cü nəticədir. The next group from Russian Federation. Və indi Rusiya komandasının 5 nəfərdən ibarət komandası çıxışına başlayır. İzləyək, görək bundan sonra nəticələr necə olacaq ümumi sıralamada. Екатерина Шабалина, Мария Панюшина, Анфиса Кудрявцева, Виталина Александрова, Анастасия Разумова. Rusiya komandası da çıxışını başa vurdu və onlardan əvvəl Rusiya komandasının aerodans üzrə yarışlarda 17,600 balla birinci yerə yüksəldiklərini görürük. Və onlar artıq Rumıniya komandasını da geridə qoyurlar. Və indi Ukrayna təmsilçiləri səhnəyə dəvət alıb onların çıxışını izləyəcəyik.
Ukrayna komandası çıxışını başa vurdu. David Matvienko, Yaroslav Sherik, Tatyana Martinova, Alisa Dyachenko, Anna Kalnitska və Anna Ostapenko. Rusiya komandasının nəticəsi 19.500 birinci sırada oldular. Onlar bir qədər əvvəl çıxışlarını başa vurmuşlar və maraqlıdır ki, artıq iki komanda həm aerodansda, həm də beşiklərin mübarizəsində Rusiya təmsilçiləri qızıl medala yenə çox yaxın görünürlər. Və növbədə isə Litva komandasıdır. İndi onların çıxışını izləyəcəyik. Litva komandası Lainela Lukasiūtė, Amanda Matučiūtė, Rusnė Meida və Justis Arkaity'dən ibarət komanda çıxışını başa vurdu. Nəticəsi daha sonra bilinəcək ki, onların hələlik isə biz Ukrayna millisinin nəticəsini gözləyirik. Onlar çıxışlarını başa vurub və artıq son iştirakçı qalıb. Bolqarıstan komandası bir qədər sonra səhnəyə dəvət olunacaq. Atanas Blagoyev, Aleksandr Mishinkov, Kristina Kostova, Kristiana Zlatonova və Monika Jambova. Ukrayna komandasının nəticəsi 15.400. Bu, onların yalnız 6-cı sırada yer tutmasıyla nəticələnir. Onların nəticələri öz rəqiblərinə görə biraz azdır. Bəli. Yaxşı nəticə göstərə bilmədilər. Litva komandası böyük həyəcanla gözləyir və maraqlı ki, onlar da 6-cı nəticə göstərirlər. Və Bolqarıstan komandası. I'm kidding. Watch this. This is
Bolqarıstan komandası öz çıxışlarını sona çatdırdılar. Onlar 12-14 yaş qrupunda çıxış edirdilər. Bu isə o deməkdir ki, daha 2 növdə qalib və mükafatçılar demək olar ki, məlumdur. Nəticələr indi ekrana da gələcək. Sadəcə son olaraq Bolqarıstan komandasının nəticəsini göstərməliyik. Bəli, nəticələr məlum oldu, amma hələ ki aerodans yarışlarında Rusiya komandası daha bir qızıl medal qazanır, daha bir növdə fəxri kürsünün ən yüksək pilləsinə qalxır. Bir qədər sonra Bolqarıstan komandasının nəticəsi də müəyyənləşsin. Biz digər finalçıların hansı mövqedə qərarlaşacağını da görəcəyik. Hələlik isə təkrar fraqmentlər beşliklərin mübarizəsində. Bu da Bolqarıstan millisinin nəticəsi 18,700 bal. İkinci nəticə göstərirlər. Bu isə o deməkdir ki, Rusiya, Bolqarıstan və səhv etmirəmsə Rumıniya ilk üçlüyü bax belə olacaq. Hətta Macaristan komandası, bəli, Macaristan 3-cü sıradadır. Ukrayna, Azərbaycan, Portuqaliya, Litva və Moldova. İlk 8'lik bax bu cür müəyyənləşdi. Həqiqətən də Rusiya komandası bu növdə də rəqiblərindən çox üstün oldu. Nəticələrə görə və bir qədər sonra mükafatlandırma mərasimi olacaq. Daha 2 növdə qızıl medal Rusiya komandasına qismət oldu. Həm aerodans, həm beşliklərin mübarizəsində.
Xanımlar və cənablar, mükafatlandıran mərasiminə xoş gəlmisiniz. Ladies and gentlemen, we proceed to award ceremony. Please welcome the medalists. Beləliklə mükafatlandırma mərasimi başlayır. Əvvəlcə beşliklərin mübarizəsində ən yaxşı nəticəni göstərən 3 komanda fəxri kürsüyə dəvət olunur. Bunlar Macarıstan, Bolqarıstan və Rusiya milliləridir. 12-14 yaş kateqoriyasında qruplara mükafatlandırmasına başlayır. Macarıstan komandasında Melisa, Minihart, Viktoria Banyaş, Jasmin Kiz, Eşter Görgeni və Eriko Rasso. Bax, bu 5 nəfər bürünc medala layiq görüldülər. Öz çıxışlarına görə 3-cü nəticəni göstərdilər. Bolqarıstan komandası ikinci oldu. Atanas Blagoyev, Aleksandr Mishinkov, Kristina Kostova, Hristiana Zlatanova və Monika Jambova. Və nəhayət qızıl medalın sahibləri Rusiya komandası Yekaterina Shabalina, Maria Panyushina, Anfisa Kudraktseva, Vitalina Aleksandrova və Anastasiya Razumova. Rusiya Federasiyasının dövlət himni səslənir. Təbrik edirik. Congratulations. Rusiya, Bolqarıstan və Macarıstan 5 nəfərdən ibarət komandaların mübarizəsində ilk üçlükdə qərarlaşmış gimnastlar. Və aerodans üzrə yarışlarda qalib və mükafatçılar bir qədər sonra fəxri kürsüyə dəvət olunacaq. Burada da Rusiya komandası ən yaxşı nəticəni göstərdi. Və yenə də onlar fəxri kürsünün ən yüksək pilləsində qalxacaqlar.
Aerobik gimnastikasında 9-cu dünya yaş qrupları Yenə də fəxri kürsüdə Macaristan komandasını görürük. Rusiya millisi buradadır. Macaristan komandasında İlona Georgeni, Vivien Kovac, Leka Livia, Yanka Schulz, Greta Balog və Renata Georgi. 6 nəfərdən ibarət Aerodans komandası. Çox maraqlı çıxışlardan biri ilə yadda qalan Rumıniya komandası yalnız gümüş medalla kifayətlənməli oldu. Bu komandanın heyətində Vladut Popa, Larisa Suyo, Darius Branda, Darya Mihayo, Madalin Boldea və Mirela Frinko çıxış edirdi. Və Rusiya komandası isə birinci oldu. Yenə də qızıl medal. Viktoriya Karyakina, Yekaterina Kilyakova, Maria Permyakova, Anna Rusakova, Valeriya Tikulova və Kiril Zlyabitse. Russian Federation. Təbrik edirik. Congratulations. Növbəti komandaları təbrik edirik. Fəxri kürsəyə yüksəlmək münasibətilə həm bürünc, həm gümüş, həm qızıl medal. Əlbəttə ki, istənilən halda mükafatçılar sırasına düşmək öz-özlüyündə böyük bir uğurdur. Amma ən yaxşı nəticəni hələ ki Rusiya gimnastları göstərirlər. Əksər növlərdə biz onları fəxri kürsünün birinci yerində görürük. Beləliklə fasilə elan olunub. Saat 15:20-də Və indi davam edəcək. təxminən 30-35 dəqiqəlik bir fasilə elan olunur. Əlbəttə ki, sonra yarışlar davam edəcək. Hələ final mübarizəsi olacaq. Odur ki, biz də canlı yayımıza həmin vaxt davam etdirəcəyik.